Günün ikinci yarısı dözülməz aclıq hissimi gəlir və bunu heç cür yatırda bilmirsiniz. Mütləq çox miqdarda yemək qəbul edəndən sonra mı rahat olursunuz? Əgər bu aclıq krizləriniz varsa, onda hormonlarınız günahkar ola bilər. Əslində orqanizmə bildiyimiz insulin və tiroid hormonlarından başqa iştahımıza təsir edən qrelin və leptin hormonları da vardır. Qrelin adətən mədədə ackən ifraz olunur və mədənin boş olduğunu, ac olduğunu göstərir. Leptin hormonu isə toxuması tərəfindən ifraz olunur, beyinə toxluq hissiyatını verir, toxluq siqnallarını verir. Çox zaman düzgün həyat tempi, həyat rejimi olmadıqda isə bu hormonal disbalans nəticəsində bizim qarşısını ala bilməyəcəyimiz aclıq krizlərimiz başlayır. Yuxusuzluq zamanı uzun müddət yuxusuz qalarıqsa, gec yatarıqsa, qrelin ifrazında da artım baş verəcəkdir və biz gecə ayıqkən çoxlu yeməyə həvəsli olacağıq. Leptin hormonu bu zaman azalmış olur. Sürətli sorulan şəkər tərkibli qidalar, bunlara müxtəlif içkilər, konfetlər, atışdırmalıqlar aiddir. Bunlar qanda leptin hormonunun miqdarının azalmasına və leptin reseptorlarının blokadasına gətirib çıxarda bilir. İnsulin dirənci özü leptin hormonlarının blokadasına gətirdiyinə görə toxluq hissiyatı zəifləmiş və davamlı özümüzü aç hiss edə bilirik. Və əgər xronik stressimiz varsa, xronik stress zamanı həm kortizol hormonunun yüksəkliyi, həm də melatonin hormonunun əksikliyi yaranır ki, bu zamanda yanaşı olaraq bizdə qrelin yüksəlir və leptin miqdarı azalaraq aclıq durumumuzun artmasına, stressimizi aclığın, yeməyin hesabına baskılanmasına şərait yaradır. Bəs ev şəraitində həkimə qədər nə edək? Bu şəraitlə, bu vəziyyətlə necə mübarizə aparaq? İlk öncə yavaş tempdə yeməyə adət eləyin. Yeməyi yavaş çeynəyərək orqanizmin toxluq hissiyatını hiss etməsinizə bir imkan yaradın. İkincisi, çalışın zamanında və düzgün yuxu rejiminizi nəzarət edəsiniz. Balanslı yuxu nəticəsində hormonal sabitlik sizin tox qalmanıza və gün ərzində də aktiv olmanıza səbəb olacaqdır. Səhər yeməyində bol zülallı və bol lifli qidalanmağa çalışın ki, gün ərzində bu da sizin qan şəkər səviyyələrinin dalğalanmasının qarşısını alacaq və sizin uzun müddətdə tox qalmanıza səbəb olacaqdır. Və ən əsas, gün ərzində tez sorulan şəkərli atışdırmalıqlardan uzaq durun. Çünki şəkər artıq dilaltı sorulmağa başlayır və dilaltı sorulduqca da bədəndə insülin hormonunun artmasına və iştahın daha da yüksəlməsinə səbəb ola biləcəkdir. Sonda siz belə krizlərinizlə necə baş edirsiniz? Bu krizləri tez-tez yaşayan dostlarınızla bu videonu bəyənməyi, paylaşmağı unutmayın və hormonal sabitliyinizin qeydinə zamanında qalın. Sağ olun.